Burada bir balaca çətinlik çəkəcəyəm mən, bilirsiniz niyə? Bax, bunu belə olmayıb, elə şey yoxdur. Kimləri heç olmasa sabah öz yerinizdə görmək istəyirsiniz, onları hazırlayırsınız buna, yaxşı. Valla deyim ki, öz yerimdə heç kimi görə bilmirəm. Nə Siyavuşun yerində görə bilmirəm, nə Nəsibə xanımın yerində görə bilmirəm. Məndən incisələr də, inciməsələr də bu həqiqətdir, bu düz sözdür. Yerə soxum səni. Ağzı şirin olsun. Vaxtında məsəl üçün Hacı Baba Bağırovu teatra məsəl üçün getirməkdə mənim rolum olub. Mən gedib demişəm, onda Gəncə teatrında işləyirdi, falan gəldim. Orada elə kitlər işləyirdi, elə aktyorlar işləyirdi ki, biz onların qabağında neydik, heç nə. Bugün biz sənət korifeylərini, adlarını çəkdiyimiz bu 3 son sənət nəhənginin bura, bax bu lojaya, düz səhnəyə baxan bu lojaya yığmaqda böyük bir məqsədimiz var. Çünki vaxtilə bu səhnədən həmin bu korifeylər bütün zalı, bütün teatrı alqış səsləri ilə titrədirdilər. Nə verirəm yəsən? Deyirəm təsvir elə. O nə deyən şeydir? Ədəbi sözdür, sən başa düşməzsin. Neylə razı deyilsiniz? Heç belə cəmaatın o ki, gəlib oturdu qabaq, elə oturdular ki, bir dəqiqəsindən söz var. Səhnə açılacaq ki, biz onu görəcəyik. Amma indi gəldi, 5 saat açıldı, 6 saat açıldı, heç dəfə oturuyorum. Elə bilin ki, cəmaat özü hiss edeyim bunu ki, bu qabaqki tamaşalar deyil, ha. Biz, bax, ha. Bəlkə açarı orada axtaraq elə biz. Bəlkə bu sualın cavabını elə orada axtaraq ki, həmin tamaşalar yoxdur. Benefis teatr mədəniyyəti anlamında, teatr mədəniyyəti kontekstində ilk baxışda həmin sənətkarın şərəfinə, sənət nəhənginin şərəfinə keçirilən bayram əhval-ruhiyyəsindən, yubiley gecəsindən, monosolo çıxışı tamaşa gecəsindən xəbər verir. Ancaq bizim tele-benefis, yəni bütün bu alqışlanmağın, təriflənmək əhval-ruhiyyəsindən fərqli olaraq daha doğrusu tele-debatdır, hesabat da sizin qarşınızda. Və biz bu silsilə verilişlərimizdə hər dəfə sənətdə hadisəyə çevriləcək tamaşalar haqqında, fərdlər haqqında, sənət nəhəngləri haqqında, problemlər haqqında söhbət edəcəyik. Bu dəfə isə biz Azərbaycan teatrının ulduzlarından 3-ü haqqında, daha dəqiq desək, musiqili komediya teatrının son 3 nəhəngi haqqında söhbət edəcəyik və biz bugün onları gözləyirik. Və biz bugün Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacı Baba Bağırov haqqında söhbət edəcəyik və onların birgə yaratdığı möhtəşəm üçlük haqqında danışacağıq. Gedənlər özlərindən böyük sənətkarlar qoyub getdilər. Nəsibə Zeynalova başda dayanmaqla, Siyavuş Aslan var idi, Hacı Baba Bağırov var idi. Yəni hər halda bu nəsli qoyub getdilər və onlar elə bil ki, zirvəyə doğru gedirdi. Və bu zirvəyə doğru gedən bu nəhənglər, yəni sizlər kimləri yetirdiniz? Burada bir balaca çətinlik çəkəcəyəm mən, bilirsiniz niyə? Ona görə ki, mən, nəinki mən, mənlə işləyən bərabər yoldaşlar da, onlar deməmişlər ki, bax, bu mənim yerimi tutacaq, bu mənim yerimdə oturacaq. Qətiyyən elə söhbət olmuyor. Elə roldü, verilirdi, oynayırdı, çıxırdıq, herkes alır payını, getir çox sağ olun deyib, çəkilir dala. Mənim məsəl ki, əlimdən tutub, səhnəyə çıxardar. Bax, bunu belə elə olmayıb. Elə şey yoxdur. Kimləri heç olmasa sabah öz yerinizdə görmək istəyirsiniz, onları hazırlayırsınız buna, yaxşı. Valla deyim ki, öz yerimdə heç kimi görə bilmirəm. Nə Siyavuşun yerində görə bilmirəm, nə Nəsibə xanımın yerində görə bilmirəm. Məndən incisələr də, inciməsələr də bu həqiqətdir, bu düz sözdür. Yoxdur. Nə Siyavuş var, nə Nəsibə xanım var, nə Hacı Baba var. Nəsibə xanım yoxdur,
hələ bəlkə bir 50 ildən sonra da olmayacaq. O bir söz var, deyir, mənim başmağımı giyə bilərsən, yerişimi yeriyə bilməzsən. Çox çalışır filan edir, amma onu da deyim ki, məsələn, teatrda öz yerlərini tutan, yəni öz tarelkalarında tutan aktyorlar var. Bir ikisinin də indi pisdir, yaxşıdır. Bu talant, bacarıq elə şeydir ki, bu gərək insanın özündə olar. O Allah vergisi olar. Nəsibə Zeynalovanı əvəz eləmək olarmı? O qədər tapılar. Elə hindinin özündə də, televizorda, toysa radyoda, teatrın özündə. Nəsibə nə deyək ki, çıxdım sözümü dedim, qutardı. Sən mənim kimi gözəl gökçək, şişə kimi gəlinin qədrini bilmədin. Yerə soxum səni. Ağzı şirin olsun. Öz yerinə sənətkar yetişdirmək məsələsi mühitin özündən də çox asılıdır. İndiki devir buna imkan vermir. Bilirsiniz, biz o devirdə sənəti çox sevirdik. Biz o devrin gəncləri yanırdıq, teatr üçün əldən gedirdik və gəlib o cür profesional aktyorların arasında nətər deyirlər, özümüzə yer eləyib, onların əlbəttə nətər deyirlər, münasibəti ilə pişib özümüzü gün ağlamışıq da. İndi tanıyırıq. Canlı məktəb baxırdınız. Bəli, canlı məktəb. Amma indiki devirdə o yoxdur. Bu günlərdə afişalar Bakılıları mərhum sənətkarımız Sabit Rəhmanın Hicran musiqili komediyasının 100-cü tamaşasına dəvət edirdi. Kanana kanan olur, sayan olur sayan. Kanan olur kanana. Aşkına, bak ben elə mümümüne göre seni boşadım ha. Boşadın. Boşadın diye vereceğin güne çıktın. Benim kimi güzel göçek gelin senin bu daz başıma. Günde 100 defa kullandım, kendimi bilmedim. Az kala beni kaçırdın. Az kala, neyim özümü de satıp yemiştim. Neylemişsen benim için ha? Ay gözümün yaşına Allah. De görün neylemişsin. Bebeşti. Hadi ne diyorsun hadi? Danışmak istiyorum koymuşsun. Hadi danışma ağzını. Bana yazsın gel. Ece veriyorum, elini içinden gel. Gelmesin. Gelmesin bana yazsın. Tamaşaçılara yazsın gelsin. Koy sözümü diyeyim, onlar eşitmek istiyorlar. Bugün biz sənət korifeylərini, adlarını çəkdiyimiz bu 3 son sənət nəhənginin bura, bax bu lojaya, düz səhnəyə baxan bu lojaya yığmaqda böyük bir məqsədimiz var. Çünki vaxtilə bu səhnədən həmin bu korifeylər bütün zalı, bütün teatrı alqış səsləri ilə titrədirdilər. Və biz istəyirik ki, bizim məqsədimiz də bundan ibarətdir ki, bundan sonra bax bu səhnədən çıxış edən hər bir truppa, hər bir tamaşa zamanı bax bu lojadan onlara dikilən bu korifeylərin, bu sənət nəhənglərinin sərt və tələbkar baxışlarını özlərində hiss eləsinlər və daha tələbkar olsunlar, daha məsuliyyətli olsunlar. Yox, əgər bundan sonra da bax bu səhnədə sənət əsəri yaranmırsa, onda Hicran tamaşası mənim nəzərimdə sənətdə, teatr sənətində hadisə tamaşadır. Çünki Azərbaycan teatr sənətinin 3 parlaq ulduzu, musiqili komediya teatrının sütunlarını çiyinlərində daşıyan son 3 nəhəng bir yerdə, bir tamaşada, bir səhnədə görünürlər. İlk baxışda Hicran nə dramaturgiyasıyla və ya ki librettasıyla və ya ki quruluşu ilə musiqili komediya teatrının özünə məxsus adi tamaşalarından heç nə ilə fərqlənmir. Ancaq bu üçlük səhnəyə çıxan kimi hər şey unudulur. Üçlük öz gücü ilə, öz aurası ilə sözün əsl mənasında möcüzə, aktyor sənətinin möcüzəsini göstərir. Və biz bugün bu üçlük haqqında, dolayısı isə musiqili komediya teatrı haqqında söhbət edəcəyik. Telebenefisdə Hicran tamaşası, üçlük və ya musiqili komediya teatrı haqqında. Hər bir teatrda da köhnə məktəb, klassik məktəb, professional sənət məktəb nümayəndələri olan köhnə direklər var və həmin direklərin üstündə qərar tutulur. İndi biz musiqili komediya teatrına şamil etsək bu fikrimizi, artıq musiqili komediya teatrında bu klassik məktəb nümayəndələrinin bu direkləri sonuncu 3 direkdən gedir söhbət. Siyavuş, Aslan Hacıbaba, Bağırov, Nəsibə xanım, Zeynalova. Bu 3 dirək yoxdur. 3 dirək deyəndə ümumiyyətlə musiqili komediya teatrı siz
axır vaxtından danışır ki 3 dirək. Bəli, mən əvvəl Orada dirəklər olub ki, biz dirəklərin 4-ünü, 5-ini bir-birinə bağlasan orada bir dirək eləyərdi. Bilirsinizmi? Vaxtında məsəl üçün Hacı Baba Bağırovu teatra məsəl üçün gətirməkdə mənim rolum olub. Mən gedib demişəm, onda Gəncə teatrında işləyirdi, falan gəldim. Onda, orada. Elə kitlər işləyirdi, elə aktyorlar işləyirdi ki, biz onların qabağında neydik, heç nə. Dirək olardı, biz dirək deyirik. Biz nə deyirik? İndi musiqili komediyada mən var idim, Hacı Baba yox idi. Elə deyir. Nəsibə xanım da qocalıb, ya oynayır, ya oynamır. İndi heç səhnəyə də çıxmır. Demək, burada söhbət gedir Hacı Baba Bağırovda, məndən. Məsələn, mən var idim, Hacı Baba yox idi. İndi Hacı Baba var, mən yoxam. O teatrda nə dəyişiklik olacaq? Danış görək, aramla danış, ortada ilişmək. Yoxdur. Və bu bəli. teatrı necə, hansı aqibət gözləyir? İndi bir söz deyim. Nə qədər ki mən oradaydım, nə qədər ki Lütfəli, Bəşir, veyl-axır sağdılar. Onda mən başa düşürəm teatrın dirəyi kimdir, nə idi aktyor. Onlar birdən-birə, hamı birdən getdi, hamı birliyin içində çıxdı, getdi işində aslında. O Ağhüseyn Cavadov gəldi öz teatrına, ondan sonra Vəli Xanov getdi, Dədər Şaraplı başqa yerə getdi. Qaldıq müsəlçəndə üçümüz, Lütfəlinin ölümü, Bəşirin ölümü çox sıxıntılıq verdi teatra. Amma teatr itirmədi özünü. Xeyr, itirmədi. Öz gücündə saxladı. Adam da yanında gəlirdi, misal üçün Müvəffəqiyyət danışıqlar davam eləyirdi. eləyirdi, bəli. Amma belə başa düşmürəm, niyə görə birdən bu teatr söndü. Amanım, ne oldu size? Onu demişsən, atamı coğraf onu demişsən. Şefi kardeş, sözüm yarımçılık kaldı be. Koymursan ki, noktasını koyun ki. Danış. Bəlkə tab gətirmək olardı. Bəlkə bu 3 nəfər ayrılmamalıydı. Bəlkə bu 3 dirək teatrı saxlamalıydı. Bilirsiniz, o harmoniya pozulmuşdu, hələ mən getməmişdən qabaq. Niyə? Siyavuş getmişdi Milli Dram Teatrı. Siyavuş getmişdi artıq Milli Dram Teatrına. Nəyin ki, səbəb qalmışdım. olmuş ki, bu 3 nəfər? Yox, bu Siyavuş getmişdi, o bir səbəbsiz zadsız. Çünki Siyavuşun çox böyük həvəsi var idi Milli Dram Teatrında işləməyə, neynəməyə. O vaxt getdi, biz ikimiz qalmışdıq Nəsibə xanımla. Əlbəttə, cavanlar da vardı, cavanlar da yetirirdi, cavanlar da kömək edirdi. İndi hər halda biz ikimiz çıxış edə bilməzdik ki, bizim o yan yörəmiz, o qarnerimiz olmalıydı. Əlbəttə, heç kim istəməz ki, illərlə bir-birinə birləşən, bir-birini səhnədə yarım sözdən başa düşən insanlar dağılsın, pərəm-pərəm düşsün, nə olsun. Olur da elə dözmək, bilirsiniz, elə bir situasiya yarandı ki, onu dözmək olmaz. İnanın mənə. Dözmək olsaydı mən dözərdim. Mən çox əziyyətlərə dözmüşəm həyatımda. Buna da dözərdim. Amma insan, bilirsiniz, bir aktyor teatrın əgər o vaxtdır balaca bir qrup ilə rayonlara gedirsə, qastrollar eləyirsə, teatrın illik gəlirinin 70%-ni gətirirsə, saymamazlıq məsələsi qalxanda əlbəttə ki, o aktyor inciyə bilər, hətta küsə də bilər. Hələ yaxşıdır, mən tamam sənətdən getməmişdim. Kül olsun benim tepeme. Hele eləmə. Gəziyə başla. Teatr üçlük deyil axı. Teatr bir qrup aktyordur, ansambldır. Əgər ansambl olmalıdır. Ansambl yoxsa üçlük heç bir şey deyə bilməz. Axı ümumiyyətlə ansambl yoxdur. Bax, indi götürəndə bayaq mən dediyim kimi, bir dənə Hacı Babanı o teatrdan götür qoy qırağa, yerdə qalanlar hamısı orada pis aktyor deyirlər, aktyordular.
Amma belə populyar aktördürlər də, elə Yəni deyilmi? güclü, yüklü aktyorlar deyirlər ki, ardınca truppanı Truppa apara bilsinlər. Bu məsələ var. İndi təbii məsələdir ki, insan get-gedə yaşada olur, xəstələnir. Mənim nətər deyirlər, 62 yaşım var, Hacı babanın 65-66 yaşı var, Nəsibə xanımın da 80-ə yaxın yaşı var. Elə də elə deyil. Bu üçlük qurtla qiyamətə qalmayacaq ki, bu necə qala bilər? Sizə elə gəlmirdi ki, bu üç aktyor, bu üç gigantlar, bu üç korifeylər bir yerdə qalsaydılar və bunların arasındakı bu vəhdət, sənətdə də, yəni bu vəhdət halında indiyə qədər davam eləsəydi, bundan sonra gələn, bunların ardınca gələn nəsil də həmin məktəbi keçməli idilər. Yəni onlar bundan sonraki bu kollek sənətçilərin, cırtdar sənətçilərin meydan sulamağına imkan verməzdi. Nə bilim. Bilirsiniz, o üçlük deyəndə yenə haradasa biz çətin bir vaxta düşmüşük. Bilirsiniz, çətin bir mühitə düşmüşük. Elə mühitdə yaşayırıq ki, mən inanmazdım ki, üçlüklə bir şey gəlməsin. Nə verirəm yeyəsən? Deyirəm təsvir elə. O nə deyən şeydir? Ədəbi sözdür, sən başa düşməzsin. Təsvir elə, yəni necə gəldi, necə getdi, necə oturdu. Bax, belə gəldi. Sonra da telekanları verim. Ay. Özümə al, rəngin saralıb lulumiyə döndü. Gəlin etiraf eləyək ki, biz yiyəsi olduğumuz yaxşıların, dəyərlərin qiymətini vaxtında və lazımınca verə bilmirik. Və ancaq o zaman ayılırıq, o zaman heyfslənirik, yaxud da biz onları itirmiş oluruq. Düzdür, heç kim, heç nə əbədi deyil, ancaq sənət əbədidir. Düzdür, gedən nəsilləri gələn nəsillər əvəz edir. Ancaq mən inanmıram ki, nə Əli Qafarlını, nə Münəvvər Kələntərlini, nə Azadlıq Gərəybəyini, nə Lütfəli Abdullayevi, nə Bəşir Səfəroğlunu kimsə əvəz edə bilmədiyi kimi, bundan sonra da nə Nəsibə Zeynalova, nə Səyavuş Aslanı, nə Hacı Bağırova kimsə əvəz edə biləcək. Bu sənətkarlar, bu üç son sənətkarlar, son gigantlar, son nəhənglər hərə sağlıqlarında, yəni indi ömürlərinin yarı çağında ikən hər biri canlı məktəb olaraq qalır. Baxmayaraq ki, hər biri indi öz-özlüyündə hərəsi bir truppanın başında dayana bilərlər. Və bu sənətkarlar teatrın vəhdətinə çevrilmədikləri halda belə professional aktyor sənətinin çiyin-bəçiyin yoldaşları idi. Vaxt var idi bu üçlük teatrın ilk cığır açanları idi. Vaxt var idi bu üç sənətkar teatrın mayak işıqları idi və onların ardınca gələn truppa bu mayakın işığına üst tutub gedirdilər. İndi bu işıq yoxdur və qaranlıqda dolaşan bu həvəskarlar elə həvəskar da olaraq qalacaqlar. Həvəskar tapılmır ki, tapılmır. Məndə! Hani? Həvəskar məndə! Gəl hicranı verək qaynuğa. Kimə? Mən ölmüşəm. Niyə ayrıldınız? Niyə parçalandı bu üç nəfər nəhənglər? Niyə? Birincisi o Şəmsin getməyi, cəmaatı çəkdi Siyavuş başda olmaqla dramaya. İkincisi Azərbayda getdi, dedi ki, bəs mən taza teatr açacağım. O da teatr açdı. Mən də nərimlə gələr tək. Yəni bir münaqişə, bir səbəb, bir təkan, bir zəlzələ oldumu ki, bu üç nəfər nəhənglər, mən səhv eləmirəmsə bu münasibətlər daha əvvəldən korlanmağa başlanmışdı. Yəni teatrdan getmək bunun nəticəsi idi. Münasibətlər niyə korlanırdı? Niyə bu üç nəfər sənətkar heç olmasa bircə sənət naminə bir yerdə qərar tuta bilmədilər? Niyə parçalandılar? Onu heç bir şey deyə bilmərəm. Çünki hər kəsəm, mən öz yerimdə qalmışdım. Elə bildim ki, belə də olacaq teatr. Amma... Əzini tapmacaktım mənim dedi. Desəndir. Öyle. Yani utanmısın. Uçaskoğlu'nun qabağına git. Ne? O da sunun tinində dayanmışlar. Eləmə uçaskovudur. Mənə deyir səni oxşadım. Bu üçlük necə yola gəlirdiniz? Necə yəni bu hər biri öz-özlüyündə böyük iddiası olan obrazlar idi və hər biri öz-özlüyündə böyük iddiası olan sənətkarlar idi burada. O düzdür.
Amma hər kəs nə söz, kəlmə söz deyirsə, o birisinin boğazından udurdu. Udurdular. Bəli. Udurdu və təkrar da edirdi, gördü ki, yaxşı da olub. Düz gördün, bax, mən deyəndə oldu. Amma udulmayan anlar da var idi yəqin ki. Ay bir diye görək də. Hededaşlar, şimdi sen halkın evinde ortaya oynarsan veririm. Sen de diye görür. Diye. Nerede haklısın özüme? Yıkılır özüme de. Necə oldu bu? 3 qoçun başı bir qazanda qaynadı. Hə, belə can deyib tanışdırdık ha. 5 dəqiqə bir gedişəndə niyə gəlmədiyimiz acaba Yasiyavur? Oradan çıxıb bura gəlirdi, yol üstündən çıxıb bura gəlirdi. Tamamilə mən deyə bilərəm ki, çox yaxşı, çox belə mənalı çıxırdı oyunlarımız. Belə ki, da ayrıldıq. Qarşımda əyləşən bu qadın səhnəmizin kökü dirəyi sayılan sənət nəhəngi indi susur. Hələ dünən gör görüldayan, hər naşıya bir ağız vurması, hər deli tanta bir atmacası hazır olan, psixologiyasında güzəştə, ürək yumşaqlığa, tərəfkeşliyə qəti yer verməyən canlı karifi indi susur. Nəsibə xanım Zeynalova, səhnəmizin əvəz edilməz nəsibəsi. Həmişə müəmmalı, hamıya təbəssüm paylayıb özü tikanlı qalan, bunu gözlərində saxlayan və heç vaxt əvəz oluna bilməyən Nəsibə Zeynalova. Kim nə deyir desin, mən həmişə onu belə görmüşəm, əvəz olunmaz. Nəsibə xanımın çox əziyyətli bir zəhməti olub. Yəni, tərəf müqabilə olmuşuq deyə, ona görə mən həmişə çalışmışam Nəsibə xanımla ayaqlaşım. Siz özünüz bilirsiniz ki, Nəsibə xanım çox improvizə eləyən aktrisadır. Məsələn, səhnədə elə improvizə eləyər ki, onu bilməyən adam olsa çaşıb qalar. Amma mən həmişə çalışmışam ki, Nəsibə xanımla, nətər deyim, onun o elədiyi improvizalara cavab verəm. O da əlbəttə, onun mənə xeyri olub. Yəni, Nəsibə xanımla bir səhnədə tərəf müqabilə olmaq, mən bilən o vaxtı, elə indinin özündə də əgər olaydı, imkan olaydı, böyük şərəf bilərdi aktyor özünə. Ay bacı, sen bu yardım elinizi bize uzatabilirsiniz mi? Aman elimi uzadıram beni. Neşer kaplıza dön. Onu istemiyorum. Mal almak istemiyorum bu adam. Onu neşer. Nəsibə xanımın burada söz yadından çıxmışdı. 100 dəfə onu fırladıb gətirirdi, elə mən də deyirəm ki, yardım əlinizi bizə uzada bilərsiniz. Bizi tutdu Gülbet Yavuşuna. Düz Nəsibə xanım Palajen'dən çıxdı, vəziyyətdən çıxdı filan elədi, sonra çıxdı barədə əcilaflar, niyə gülürsünüz? Dedim, 100 dəfə mən dedim ki, yardım əlinizi bizə uzada bilərsiniz. Bilmirəm, o günü, çəkilən günü, nə idi üçümüzə də bir nəsə belə elə bir, nə deyim valla, nastroyeni deyim, nə deyim, hardansa ilahidən, Allahdan gəlmişdi. İnanın ki, biz Sabit Rəhman qaldı qıraqda. İmprovizə dalayacaq. Sonra da özümüz baxanda ona belə o qədər ləzzət elədi, o qədər gülmə, özümüz gülmüşük ki. Yəni, belə şirin, qəşəng getdi bu tamaşa. Amma nə olsun? Sen medeni dilde danışsan. Ay sağ ol. Ben başa düşürüm. Ay sağ ol de. Yardım elinizi bize uzatabilirsiniz mi? Ha, bu medeni dilde danışır, sen de məhə başa salmışsın. Fikri qalın malların yanında. Özünü görmüsün necə giyinimdi? Şefi kardeş, emtiğe kırmızı çorap var. Ay sağ ol de. Belki alasan. Eşi yok hiç çorabı sonra hallediyer bir diyen görüm. Yok. Sen bir diyen görüm. Belki arbaçım bir şey alacaksın. Yok istemeyim. Ben mal almak istemeyim. Hadi dur başa sal de. Neyi başa salın be? Bir dəfə Şəmsi rəhmətli tamaşaya baxdım lojada, gəldi bir köpək uşağı. Mən başımı itim, mən belə sər qoymamışam. Belə sər qoymamışam, Sabit edir, belə sözlər deməyib, hardan tapırsınız, deyir, dağa başı bir daha söz artırırsınız. Ay Hacı, Diyem de bu istekan mənimdir de. İyidir. Gel bunu koyalım. Böyle iskam. Babitlalık enfit. Babitlalık enfit. Parayı ne götür 5-6 kaç. Es de.
Otur yaxşı. Tiyatrodan cemaat gitti, ondan sonra Şəmsinin vəfat eləmək. Teatrımıza başqa direktor gəlməkdim, Nəsibə, yığış get. Səndən bura, nə səni başa düşəcəklər, nə Şəmsi var indi, nə bu Həcova var, nə Siyavuş var, nə mənə yaxın olan adamlar. Elə onunla da belə, mən də elə bir dənə qaynananı çıxırdım, oynayırdım, aplacımı alırdım, çıxırdım. Sağ ol. Aferin dadaş bala. Ay. Həqiqətən arvadın tərifə layiq. Dadaş bala çuşkadır, çuşka. Tutaq ki, hər bir aktyor, yəni siz necə getdiniz, teatr açdınız, eyni ilə Nəsibə xanım da ayrıca bir teatr aça bilərdi, yaxud da ki, Siyavuş Aslan bir teatr aça bilərdi. Təbii. Bunların birlikdə verdiyi bəhrə sənətə daha güclü olardı. Nəinki ayrı-ayrılıqda, ayrı-ayrı truppalarla, ayrı-ayrı teatrlarla, necə bilirsiniz? Bir yerdə tamam başqa şeydir. Bir yerdə məsələn, indi baxın, məsələn mən çıxıramsa səhnəyə, ya Siyavuş yoxdur, ya Nəsibə yoxdur. Hesab elə ki, mənim bir qolum yoxdur. Həmçində olar. Amma çox təəssüflər olsun ki, məsələn, üçümüz bir yerdə çox tamaşalarda olmadıq da. Sən duvilə kələmən qəşəng köynəklər var, perlon, neylon. Demə! Neylon köynəyi demə! Benim qaynım arvad almaq istəyir, köynək yox, Demə də. Ne deyəm, nə deyəm? Ne deyim? Yox, gəl, neylon demə. Letafoti. Olsun arvad de. Keç otur. Mənim küldükar ver olsun. Əşi olar O de. da dil tapdı danışmalar. Keç otur. Ay dili. Yəni bəlkə də Hülyadır bu saat, amma Nəsibə Zeynalov, Siyavuş Aslan, Hacıva Bağırov bu saat musiqili komediya teatrında olsa, musiqili komediya teatrının şöhrətini özünə qaytarmaq daha asan və daha tez olardı. Sizə elə gəlmir? Olardı, qocalıq olmasaydı. Olardı. Bəlkə bir yerdə əl-ələ verib işləyə bilməmək mane oldu sizə. Yox, necə deyim, baxın, Nəsibə xanım necə gəlib işləyə bilər? Nəsibə xanım gəlib tazadan nə rol oynaya bilər? Oynamayacaq, gəlməyəcək. Üstələ bilirsiniz ki, indi oranın da işləyən truppa ilə Nəsibə xanım razıdır. Razı deyir axı. O yaşda o gələ bilməz. Əgər mən narazıyamsa, 60 yaşında, yaşda yaxın narazı necə gələ bilər? Mən inanmıram gəlsin axı. İndiki orada atmosfer, indiki orada olan rəhbərlik, indiki orada olan aktyorlar falan Nəsibədə də axı narazılıq var. Onun da qəlbində narazılıq var. Mən inanmıram axı o tazadan ora gələ bilər. Yüreğim ağrıyır. Liftimiz işlemiyor, özüden 9. mertebe. Yandım ki, şişe şef evde. Ben şişe şefin teze pamuş içine. Bağlaşmırsan, bana bak, ne getirmişsen? Ne getirmişsen? Ne getireceğim ay bacı? Şişe şef tapşırıp, ben de sırroşlu gelmişim de. Madem ki şef tapşırıp bu dəqiqə. Xahiş et. Ne taş? Ne taş? Qonağın gəlir, keç. Maşallah maşallah. Bu arvadın canı hele suludur va. Ne acep şef bunu değişir bilmirəm. Var. Elə aktyorlar var ki, onlar haqqında danışmaq, özü də ehtirassız, adi sözlərlə danışmaq çətindir. Adi, soyuq sözlərlə, poetikasız, məhəbbətsiz alınmır. İndiki taleyinizdən, bax bu saatki mövqeyinizdən razısınızmı? Mən yox. Niyə? Niyəsini deyənmərəm, amma razı deyirəm. Niyəsini deyənmərəm. Razı deyirəm. Mən bilirsiniz, işləyən aktyoram. Bir var, nətər deyirlər, aktyor, icraçı, bir də var, yaradıcı aktyor. Mən yaradıcı aktyoram, mən işləmək istəyirəm. Mən ürəyim istəyən şeyi hələ oynamamışam. Bu da Siyavuş Aslan. Çox böyük, rəngarəng ampulaya malik Siyavuş Aslan. Dünya miqyasında görünəcək gücə malik aktyor, sənətkar. Qəribədir ki, hərdən özünü kökləsən də ki, bu səhnədəki növbəti oyundur, yenə də ona inanmaya bilmirsən, sevməyə bilmirsən bu mehriban Semanı.
Mənim ürəyim tez sınır. Səhnədə, misal üçün, mən aktyorlarla, yoldaşlarımla bir yerdə oynayanda, o həm avtor tərəfindən, müəllif tərəfindən, o bir-birinə münasibət verilir. Onu səhnədə çatdıra bilməyəndə, yan-görə imkan verməyəndə, mən onda əsəbləşirəm. Onda əsəbləşirəm, səhnədə pis həyəcan keçirirəm, çıxıram, işte belə əməlli o səhnədə o məndə alınmır, hisslənirəm. Hərdən mənə elə gəlir ki, son zamanlar Siyavuş səhnəyə ya tamaşanı, ya yoldaşlarını, ya da tamaşaçıları xilas eləməkdən ötürü çıxır. Yəni, özü üçün heç nə eləyə bilmir və hər dəfə də onun çıxışından sonra bu fikri dəyirsək də, bu barədə düşünmək lazımdır. Sənətkar özünü sevməlidir, sözsüz ki. Və sözsüz ki, bu hər bir sənətkara şamil eləmək olar. Bu egoizm sizə mane olubmu? Ondan yaxa qurtarmaq istəmirsinizmi? Valla mən işimdən meqanizmlərdir. Məndə olmuyor bu. Ay be! Valla. Hadi itirdin ne de var yok iyi. Bak sana! Hadi hadi sağ ol. Ha, ben Babaş de. işte. Bir de dur. Papa. Papa. Ha, ne dedi? Baba. Hadi. Ay! Ne diyorsun? Ne bak gör ne kapı. Ona egoizm demək olmaz, yəni uşaqlıq demək olar. Yəni bir-birimizə şıltaqlıq eləyirdik, naz eləyirdik, nə eləyirdik. Məsələn, Siyavuşla mən. Məsələn, yazılırdı tamaşada üçümüz oynayanda. Nəsibə Zeynalova, Hazbaba Bağırov, Siyavuş Aslan iştirak edir. Bəli, Siyavuş küstü ki, niyə Hazbabanın adı birinci getdi? Bu uşaqlıqdır da. Bu uşaqlıqdır. Bu bilirsiniz, nəsə ola bilər ərkdən gəlirmiş, yəni nə gəlirmiş. Çünki biz demək olar bir yerdə dövmüşük. 1-2 yaş aramız var Siyavuşla. Ha hiç laf işte ha. Beni gören kimi vaz atıp kaçtı. Başkasının sevgilisi hakkında o cür danışma. Geçmen senin pamoş için değil ha. Bu sahede mənə pamoşi lazım değil. Bu da üçlüyün son nümayəndəsi. Həmişə aşıb-daşan enerjisi ilə, müəmmalı çıxış yolları ilə bizi təəccübləndirən, ilk baxışda Sonqulunu, Şirbalanı xatırladan, əslində isə klassik rollar üçün yaranmış Hacıbaba Bağırov. Bəlkə də komediya teatrının bütün klassik aktyorları ilə bir yerdə olmuş, onların tökdüklərini yığıb ancaq elə Hacıbaba olaraq qalmış sonuncu professional aktyorlardan biri. Siz özünüz nə vaxt dediniz ki, nəhayət mən Hacıbaba Bağırovam? Allah, heç vaxtım olmayıb bu barədə fikirləşmək. İstenmiş. Sen benim cevap isten. Hadi. Birinci seyrede... Özüme gel, istenme ağzını bak. İstenme, kaç. Ya yorma, istenme, yaxşı. Bir başkası. Halis delidir ki. Səhv eləmirəmsə, Hacıbaba Bağırovun oynadığı o obraz əvvəl Lütfəli Abdullayev Bəli. oynuyordu. Necə bilirsiniz? Baxın, bax siz şəxsən sizin partnyorunuz olmuşdu da, sözsüz ki, hər ikisi. Hansına daha çox üstünlük verərdiniz? Hansından daha gözəl idi? Hansından daha rahat idi? Deyim, Lütfəli oynuyordu, sürüyordu. Belə ciddi o aparırdı. Heç bir kəlmədə artıq söz deyilmirdi ondan sonra. Amma Əlavələr eləmirdi. Əlavəsi yox idi. Amma Hacıbada gəldi. Nəysə də yaxşı çıxırdı Hacıbada. Bu parmağımda yüzü yan! Yan! İstenme! Kadınlarını yaktım bu. Yan! Kızı getir, yüzük yapar ha! Benim Allah Mesele. Allah Müzik senin, kız böyle. benim. Kız benim, müzik senin. Müzik senin, kız benim. Kız benim, müzik senin. Müzik sen. Bir yerdə olmaq və yaxud olmamaq nə verir sizə? Olmamaq göz qabağındadır, nə verir bizə. Yəni, bir yerə də indi çətindir yığılmaq. Çox çətindir. İnanın mənə, bilirsiniz, çox sular axıb gedib, çox söhbətlər olub gedib.
Ola bilər hardasa bir-birimizin qəlbinə də deymişik, neynəmişik. Olur da insandır. Görürsünüz, özünü kontrol eləyə bilmir, neyləyə bilmir. Sonradan bəlkə də peşmançılıq çəkirik. Məncə. Amma olsun. Niyə bu vəzifə mane olur sənətkarlara? Niyə? Yox, mane olmur. Vəzifə mane olmur. Yox, nabarıl vəzifə köməklik eləyərdi. Birisi nəyə görə? Əgər mən istəyi ona görə ki, başqası yoxdur. Bax, əgər Hacı Babadan üstünlüyü olsaydı, mən gənə deyirəm, onu direktor qoyublar, ondan oynası yoxdur. Kim ola bilər orada? Orada ola bilər direktor, ya o, ya mən. Qoyublar, acaba ediblər, nə ola, qoy işləsin. Amma ondan oyanı yoxdur. Məndən oyanı yoxdur. Məndən oyanı yoxdur, direktor qoysunlar ora. Ki, mən dediyim ki, belə, ona görə məni toxunur. Əgər orada bir Hacı Baba varsa, bir Siyavuş, Hacı Baba özü teatr açıb, Hacı Baba gedib işləyir qıraqda, orada mənəm axı. Mənəm, əvvəl gəlib mənə deyirdilər ki, Siyavuş, sən gəl Hacı Babanı da getirək teatrı. Gəl əlbir olun, işləyin teatrda. Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi bu bina, bu sənət məbədi uzun müddətdəki təmirə dəyinib və Azərbaycanda teatr binası kimi həmişə birinci sırada dayanan bu binanın təmiri bu saat Azərbaycan Musiqili Komediya Teatrının truppasına öz şöhrət və populyarlığını itirmək bahasına başa gəlir. Ancaq teatr bu saat yeni ilhamla, yeni vüsatla, yenidən qurma prosesi ilə tikilir, özülü qoyulur və yenidən daha əlverişli bir bina görkəmini alıb və bu saat bu bina əvvəlkindən daha gözəl, daha əlverişli olacaq. Yəni ki, bina öz şöhrətini, sənət şöhrətini geri qaytaracaq. Bina şöhrətini qaytaracaq və sənətsə geri gedir. Çünki içəridən yeyilmiş, mənəviyyatın yeyilməyi, egoizm, hər tərəfdə mənəmlik prinsipi ilə teatrın vəhdəti dağılıb və teatrın vəhdətinin dağılmağından teatrın truppası dağılıb və bir teatrın dağılmağı Azərbaycan teatrının mədəniyyətinin harmoniyasını pozdu və Azərbaycan teatrının mədəniyyətinin harmoniyasının pozulmağından artıq bizim mədəniyyətimiz böyük zərbə alır. Mədəniyyətimizin zərbəsindən isə mənəviyyatımızda bir boşluq yaranır. Mənəviyyatımızdakı boşluğu isə çox təəssüf ki, heç nə doldura bilməyəcək. Toy 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 olacaq. Ormanda bəy olacaq. Toy 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 olacaq. Ormanda bəy olacaq. Dediniz ki, sənətin gələcəyinə inanırsınız. Azərbaycanda teatr sənətinin, illatda ki, musiqili komediya teatrının gələcəyinə inanırsınız. Bəs bu sənətin bugünkü süqutunla razısınızmı? Heç bir vaxt. Nə ilə razı deyilsiniz? Heç belə cəmaatın o ki, gəlib oturdu qabaq, elə oturdular ki, bir dəqiqəsindən söz var. Səhnə açılacaq ki, biz onu görəcəyik. Amma indi gəldi, 5 saat açıldı, 6 saat açıldı, heç dəfə oturuyorum. Elə bilin ki, cəmaat özü hiss edeyim bunu ki, bu qabaqki tamaşalar deyil, ha. Bilirsiniz, bax. Bəlkə açarı orada axtaraq elə biz. Bəlkə bu sualın cavabını elə orada axtaraq ki, həmin tamaşalar yoxdur. O teatrın demək olar kitaba bağlı. Ne üçün? Mən vaxtında orada işləyəndə, məndən sonra Hacı Baba gəlib orada, necə deyirəm, mən orada işləyəndə kimlərlə işləməmişəm, kimlərlə, orada kimlər olmayıb. İndi o adamlar yoxdur, ona oxşayanlar da yoxdur. Bu 2 nəfəri, 3 nəfəri çıxmaq şərti ilə. Yoxdur axı. Sənətkarlar bu xırda ambisiyalarının qurbanı olurlar, yoxsa neysə? Elədir, o ambisiyaların qurbanıdır. Yəni, bilirsiniz, nə bilim, valla, bəlkə müsəlmançılıq da ondan əmələ gəlir bu ki, yəni, bir gün Hacı Baba teatrının direktorudursa, mən niyə orada olmalıyam? Mən niyə, məsələn, o bursu vəzifədə olmalıyam? Bax, budur, dərd, bəla budur. Yəni, sənətkarlıq, sənət yox, vəzifə üstün gəlir. Vəzifə bir şeydir. Mən Hacı Baba gedib heç kimə yalvarmamışdı, heç kimə ağız açmamışdı ki, məni bura müdür qoyun. Belə məsləhət, yuxarılar, rəhbərlik, nazirlik, belə məsləhət bilir. Getdim vəzifə ki, yəni teatr olsun mənim ki, mən istədiyimi eləyim və mən o teatr heç olmasa qabaqki illərə qaytara bilim. Amma alınmadı. Nəsib olmadı. Müəyyən yoldaşlarım maneçiliyi oldu. Neysə mən istədiyimə nail ola bilmədim. Məndən sonra ora heç kim nail ola bilməz. Çünki mən heç kimdə özümdə gördüyüm qüvvəni görmürəm.
Hicran kim tanımır? Ben de canım bu yana. Canana canan olur. Sayana. Canan olur canana. Sayan olur sayana. Girişim aram kimi. Oy bu konu hançıyla. Eve hamı gedenden sonra dedim yok. Ben daha burada işleyebilmedim. İnansan böyle Allah elinde ki hemşeri çıktım. Ben hemşeri istemedim çıkmam. Hemşeri çıkıp gittim. Hələ dünən Azərbaycan Musiqili Komediya Teatrında 20-ci əsr sənət məktəbinin son zirvəsini bu titanlar yaratdı və birbaşa və ya dolayısı yolla teatrın intibah dövrü də bax bu sənətkarlarla bitdi. Teatr öz dahiləri Əli Hüseyin Qafarlı, Münəvvər Kələntərli, Bəşir Səfəroğlu, Lütfəli Abdullayevlə bərabər Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıblı Bağırov möcüzələrini də yetirdi. Bir-birindən qüdrətli, fəxr ediləcək vəhdətlə bu sənətkarlar sənət əsərləri yaratdılar, parladılar. Sonuncu üç nümayəndə isə özlərindən əvvəlki nəsildən fərqli olaraq bir məqsədlə yaşamadılar, ayrıldılar. Beləliklə teatrın neçə illərdən bəri qoruduğu harmoniya pozuldu. Və biz bugün teatrın aqibətini söyləmiş olsaq, bunu deyə bilərik ki, Azərbaycan teatrının, daha doğrusu Azərbaycan teatrının qollarından biri olan Musiqili Komediya Teatrının dirəklərindən üçü də bax belə laxladı. Siz indi Musiqili Komediya Teatrına qayıdardınız? Əvvəlki vəziyyətinə gəlsəydi, hə. Əvvəlki həvəslə. Qolum, qanatım gəlsə, gedərəm, ürəyim uçur. Yox. Mən neynədim? Nə günah iş gördüm mən ki, mən məsəl üçün elə ayrıldım kollektivdən. Hiçbir şeydən eləmədən, hiçbir kesindən. İşim olmadan ayrıldım kollektivdən. Niyə? Səbəb nədir? Bizi də çox düşündürür. Niyə? Səbəb nədir? Bax, ona görə mən deyirdim ki, üçümüzü bir yaya yığmaq çətin olacaq. Allah sənə qəni-qəni rəhmət eləsin, Şəmsi müəllim. Görünür, sən bugünü çox-çox əvvəllərdən belə görürmüşsən və gördüyündən artıq bir-biri ilə yola getməməyə başlayan bu üç sənət nəhənginin müqavimətlərini sındırmaq bahasına olsa belə onları bir ideya, bir stol arxasına yığmağı bacarmısan. Və bizim yaddaşımıza da bax bu sənət üçlüyünü, bu üçlük möcüzəsini həkk və dərk elətdirmisən. Bizsə simvolik olsa da belə bu üçlüyü bir yerə yığa bilmədik. Ancaq gözləyirik. Və mənə ən çox məyus edən də budur ki, bu üç sənət nəhəngi hələ də teatrı alqışları ilə titrədə bilən, hələ də tamaşaçıları bu cür valeh eləyə bilən bu sənətkarlar bir daha bu səhnədə bir yerdə olmayacaq. Təəssüf, çox təəssüf. Zaman öz işini gördü. Biz əlbəttə ki, Azərbaycanda Musiqili Komediya Teatrının intibah dövründən danışmaqla bugün teatrın müəyyən mənada populyarlığını itirdiyini qeyd edirik. Problemlər arayırıq, çıxış yolu axtarırıq, səbəblər tapmaq istəyirik. Ancaq bu demək deyil ki, indi Azərbaycanda teatr sənəti süquta uğrayıb. Yox. Həyat da, zaman da, sənət də davam edir. Başqa səsdə, başqa nəfəsdə, başqa yöndə. Heç kim heç kimi əvəz edə bilməsə də, nəsillər bir-birini əvəz edir. Həyat davam edir.